çöl qadına görə olubdur. Mənim uşağımın 24 yaşı var. Əri oğluyla mənim uşağımı dəfələrdən yəni evamlığından istifadə edibdi. Ağdaşda bıçaqlanma hadisəsi baş verib. Hadisə dekabrın 3-də gecə saat 23 radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb. Məlumata görə 30 yaşlı Arzu Səfərli 24 yaşlı Nicat Qafarovu bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı dərhal Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırılıb və həkimlərin operativ müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Hadisənin isə qısqanclıq zəmində baş verdiyi bildirilir. Yol qadını deyək. O dəfələrdən mesaj yazıb uşağa. Uşağı dəvət edib ki, gəl mən apar hara işə apar, nə bilim. Uşaq elə ondan sonra uşaq mesajlardan sonra bir rəstə yoldaşı yazıb ki, bəs mənə bulka al deyət. Uşağım da bulkanı alıb aparıb ki, verə onlara görər oğlan, qızın yoldaşı. Uşağımı aparıb o Pedməktəf tərəfdə ağaçlığın dibində bıçaqlayıbdı. 6 bıçaq vurubdu, ağır vəziyyətdədir. Necədir vəziyyəti? İndi orta ağır stabil. İndi regiona aparıblar. KT-dən keçməkdən mündəsə daxili orqanlarına zədələnmək yoxlanılır. Zərər çəkənin anası Pərvanə Abbasova bildirib ki, oğlunun aldadılaraq sözgedən qadınla ünsiyyətə cəlb edildiyini düşünür. Mənim uşağımın 24 yaşı var, amma o ailəlidir, 2 uşağı var. Əri oğluyla mənim uşağımı dəfələrdən yəni evamlığından istifadə edibdi ki, gəl un al, bunu al. Uşaq taksi şoförü eləyir. Təzəlikdən 2 aydır. Yəni bəli, subaydır, subay oğlandır. Yəni uşaq hər dəfə deyir ki, mama, mənim borcum çoxdur. Amma uşağı yəqin ki, pulunu yeyirmiş də bu qadın. Bilmirəm, başa düşə bilmirəm. Mənim uşağımı gedin yoxlayın, sorun üçün. Heç bir qonşu, heç bir adam deyə bilməz ki, Nicat bu pis yolları yolcusudur. Amma həmin adam, o bıçaqlayan adam deyirlər ki, narkotik yəni istifadəçisidir. Öz yaşlıdır? Xeyr, 30 yaşındadır o vuran adam. Mənim oğlumun amma 24 yaşı var. Siz necə yaşıdınız? Biz demək gecə saat 1-də işləmişdik. Uşağımın dostları gəldi ki, bəs skoridən yolu keçən adam kim olursa onun səsinə, zığıltısına görüblər ki, bir uşaq orada zığılır ağacın dibində. Gedib onun tokkasını çıxardıblar belindən, qan axmasın deyənək 2 litrə qədər qan gedibdi uşağın bədənindən. Ağdaş rayon mərkəzi xəstəxanasının həkimi Bəxtiyar Paşayev hadisə ilə bağlı məlumat verib. 4-12 ay 2025-ci il tarixdə 00 radələrində Ağdaş rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə kişi cinsli xəstə təxliyə olunmuşdur. Xəstə daxil olarkən kişi cinsli qarnın ön divarından və budun çox saylı kəsilmiş, deşilmiş yaraları. Xəstəyə zəruri tibbi xidmət göstərdiyindən sonra xəstə cərrahiyyə şöbəsinə təxliyə olunmuşdur. Hal-hazırda vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı Ağdaş rayon polis şöbəsində istintaq araşdırmalar aparılır. Nizam Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.